Əziz şagirdlər, indi isə bu sınağın izahına baxaq. Birinci sualda soruşur ki, bizdən 360 ədədinin sadə vurğularının sayını tapın. Sadə vurğuların sayı demək, 360-ı ilk növbədə birinci sadə vurğularına ayıraq. 360-ı sadə vurğularına ayırsaq, 2-yə bölürük 180, 2-yə bölürük 90, 90 da 2-yə bölünür 45, 3-ə bölünür 15, 3-ə bölək 5, 5-ə bölünür 1. Sadə vurğuların sayı neçədən oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Cavab olur 6 dənə. B variantı bu qədər. İkinci suala baxaq. Diaqramda natural ədədin müxtəlif sadə vurğuları və onların sayı verilibdir. Deməli, bizim bu natural ədədimizi A hərfi ilə işarə eləsək, A bərabərdir. Vurğuları 2, 3 və 5-dir və bunların sayını qeyd etməliyik. 2-dən gördüyünüz kimi 3-dür, 3 dənədir sayda, 3-dən 4 dənədir, 5-dən isə 6 dənədir. Və natural bölənlərin sayını tapanda bu üzərindəki rəqəmlərin üstünə 1 gəlib hasilini tapmalıydıq. Yəni 3 üstə gəl 1 vurulsun, 4 üstə gəl 1 vurulsun, 6 plus 1. Neçə olacaq? 4 vur 5 vur 7. Bu da neçə eləyir cavab? Əlbəttə ki 140. İkinci sualın cavabı 140 oldu. Üçüncü suala baxaq. 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sayda olan neçə natural ədəd var? Mən bunu öyrətmişdim ki sizə. İlk növbədə 20-ni vurğularına ayırırıq. 20-ni vurğularına ayırsaq, 2-nin kvadratı vur 5 olur. Daha sonra düstura görə 20 vurulsun, 1 çıxılsın. Bu 2-nin tərsi vurulsun, 1 çıxılsın, 5-in tərsi 5-də 1. Hesablayaq. 20 vur 2-də 1 vurulsun, 5-də 4. 2-nin 5-ə vuranda 10. Gedir ixtisar 2 dəfə, 2 dəfə 4, 8. Deməli, 20-dən böyük olmayan, 20 ilə qarşılıqlı sadə olan 8 natural ədəd var. Sualın cavabı 8 oldu. Dördüncü suala baxaq. 2 ardıcıl cüt ədədin cəmi 66-dır. Nə edəcəyik? 66-nı 2-yə bölüb, ortancıl ədəd tapaq. Eləyir 33. İndi biz 33-dən əvvəl gələn cüt ədəd 32-dir. Sonra gələn cüt ədəd 34-dür. Deməli, 32 ilə 34-ün cəmi 66 imiş və bu ədədlərdən kiçiyini soruşduğuna görə cavab 32 götürürük. 5-ci suala baxaq. 10 və 43 intervalında 6-ya tam bölünən ədədlərin cəmini soruşur. İndi 10 ilə 43 arasında yerləşən 6-ya bölünən ədədlər hansılardır? 12, 6 vayda 6 vayda artır. 18, 24, 30, 36 və 42. Bunların bizdən cəmini soruşduğuna görə toplayırıq. Şeydə olur 162. Deməli, 5-ci sualın cavabı 162 Y variantı. 6-cı suala baxaq. Cəmi 30 olan 3 ədədin ikincisi birincisindən 4 dəfə böyük, üçüncüdən isə 6 vahid böyük olarsa. Deməli, 3 natural ədəddir bu. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Dediyinə görə, ikincisi birincisindən 4 dəfə böyükdür. Birinciyə x işarələsək, ikinci 4 dəfə böyük olduğuna görə dəfə böyük vurmaq deməkdir. 4x olur. İkincisi üçüncüdən 6 vahid böyükdür. Onda üçüncü ədədimiz ikincidən belə çıxır ki, 6 vahid kiçik olacaq. Yəni 4x minus 6 olacaq. Bax, gördüyünüz kimi, mən bu ədədi 6 vahid artırsam 4x olur da. Düzdür? Düz. Bu üçünün cəmi isə 30 veribdir. Tərəf-tərəfə toplasaq 4x, 4x, 8x
Üstünə də bu 1x-i gəlsəm, 9x mənfi altında gəlsəm, bərabər 30 yazılıb. 9x bərabərdir 36, x də bərabər 4 olur. Deməli, birinci ədəd tapdıq ki, 4-dür. İkinci ədədim 16 olur. 4-ü 4-ə vururam. Üçüncü ədədim isə neçə olacaq? 10. Vəssalam. Bunların da hasili neçə eləyir? 4 vur 16 vur 10. Əlbəttə ki, 640. Cavab oldu 640. Bu qədər. Digər suala baxaq. 7-ci sual. M bərabər 2n olarsa, m plus n-i tapın deyir. Mən gətirib, bu harada m var, yerinə nə yazacağım? 2n. Bax bu, gördüyünüz kimi. Bax bu, gördüyümüz kimi. M-lərin yerinə 2n yazsam. 2n, 2n. Aydındır. Ondan sonra bilirəm ki, 2 və 3-ün əkobu qarşılıqlı sadə olduğuna görə hasilinə bərabərdir. Əbobu isə 1-ə bərabərdir. Yəni 2 vurulsun 2 üstü n, vurulsun 3 üstü 2n, çıxılsın 3 vur 1, əbobu 1-dir, bərabər 33. Burada isə nə edirik? 2 vur 2 üstü n, vur 3 üstü 2n, bərabərdir. 33-ün üstünə 3-ü gəlsəm, bu tərəfə keçirdirəm, 36. 36-nı əvvəldəki 2-yə bölürəm. 2 üstü n vur 3 üstü 2n, bərabər 18. Biz 18-i vuruqlarına ayırsaq, uşaqlar, 18 nəyə bərabərdir? 2-ni vur 3-ün kvadratı olduğuna görə, burada n nəyə bərabərdir? 2-ün üstünə 1-də axı heç nə yazılmayıbsa, n 1-dir. M də ki, n-dən 2 dəfə böyük olduğuna görə, baxın, yuxarıda yazılıbdır. Olacaq 2. Və m üstəgəl n neçə olacaq? Əlbəttə ki, 3-ə bərabər oldu. Cavab olur 3. Sonra digər suala baxaq. 8-ci sualda x bölü 13 bərabər 5, qalıq y-dir. X-in ən böyük qiymətini, yəni x-in hansı ən böyük qiymətində qalıq ən böyük olar? Mən bilirəm ki, qalıq ən çox, burada 13-ə bölmədisə, qalıq ən çox 12 ola bilər. X-i tapmaq üçün neynəyəcəyik? 13-ü vuracaq 5-ə, üzərinə gələcəyik 12-ni. Vəssalam. O da bərabər 65 plus 12. Cavab olur 77. Aydındır. Misalın cavabı 8-ci sualda 77 olacaq. 9-cu suala baxaq. 9-cu sualda ABC çıxılsın BAC bərabər 360 yazılıb. A plus B-nin ən böyük qiymətini tapın. ABC minus BAC bərabər 360. Burada C-dən C çıxıb eyni ədəd olduğuna görə 0-a bərabərdir. Bizdən A plus B-nin ən böyük qiymətini soruşduğuna görə mən fikirləşirəm ki, ən böyük hansı rəqəmdən hansı rəqəmi çıxsaq 6-ya bərabər olacaq. Məsələn, burada 9 ilə 3 yazsam, A-nın yerinə 3 yazsam, 3-dən nə isə çıxanda 3 eləməz. Yəni, bu ola bilməz. Başqa nə rəqəm qoya bilərəm? Fikirləşək görək. Başqa nə rəqəm qoya bilərəm? Bunu açılışla da yazmaq olar, vaxt getməsin deyə. Yəni, ABC üstü xətt 100A üstəgəl 10B üstəgəl C deməkdir. BAC də 100B üstəgəl 10A üstəgəl C deməkdir. Gördüyünüz kimi 100A-dan 10A çıxanda qalır 90A. B-dən 100B çıxanda mənfi 90B. Bərabər 360. C-ləri çıxanda çünki heç nə qalmır axı. Onun üçün yazmıram. Hər tərəfi 90-a bölsək, A minus B bərabər 40 olur. Daha doğrusu 4 olur. Çünki nə edirik? 90-a bölürük. İndi burada da ən böyük rəqəmdən ən böyük rəqəmi çıxanda 4 alınmalıdır. Çünki A üstəgəl B-nin ən böyük qiymətini soruşur. Mən bura 9 yazsam, bura nə yazacağam? 5 yazacağım da uşaqlar. Ən böyük rəqəmimiz axı 9-dur. A-nın yerinə 9. Gördüyünüz kimi 950-dən 590-ı çıxsaq 360 eləyir.
Deməli, A 9-dur, B də 5-dir. Bunların cəmini soruşurdu. A üstəgəl B 14-ə bərabərdir. Misalın cavabı 14 olur. Dediyim kimi, ən yaxşı variant açılışlarını yazmaq və yerinə qiymət qoymaqdır. 10-cu sualda 72-dən 6 dəfə kiçik olan ədəd neçədir? Əlbəttə ki, 12-yə bərabərdir. 11-ci suala baxaq. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bunun qısa yolu nə demişdim? 63-ü bölürük 3-ə, ortancıl ədəd tapırıq. 21-dən əvvəl gələn ədəd 20-dir. Düzdür? Sonra gələn ədəd 22-dir. Və 22 ilə 20-nin hasili neçə eləyir? Onu qeyd edirik. Əlbəttə ki, 440. Aydındır? 22-ni vururuq 20-yə. 440 olur cavabımız. Sonra 12-ci suala baxaq. N natural ədədi üçün bu ifadə olarsa, deyir ki, əkop bunu tapın. Bax, biz bilirik ki, 2n üstəgəl 1 ilə 2n çıx 1 hansı ədədlərdir? Ardıcıl tək ədədlərdir də. Ardıcıl tək ədədlərin əbubu nəyə bərabər idi? Əbubu əlbəttə ki, 1-ə bərabərdir. Çünki niyə? Ardıcıl tək ədədlər uşaqlar qarşılığı sadə ədədlərdir. Aydındır? Deməli, bu 4n çıx 7 var ha, neçəyə bərabər olmalıdır? 1-ə. Çünki bu verilən ədədlər ardıcıl tək ədədlərdir və ardıcıl tək ədədlərin əbubu 1-ə bərabərdir. Yazırıq 4n çıx 7 bərabər 1. N-i burada neçə alacağıq? 1-in üstünə 7 gəlirik. 8 4-ə bölürük 2. N 2-dirsə, mən gətirib burada yerinə qoysam, olacaq əkop. 13-ü 2-yə vururam, 26 çıxıram 2-ni. 24. 15-i vururam 2-yə. 30 üstünə 2 gəlirəm, 32. Əkobu tapanda vuruqlarını ayırsaq nəyə bərabərdir? Burada ən çox vuruq 8 çıxsa 8 vur 3 deməkdir. Bu isə 8 vur 4 deməkdir. Əkobu tapanda böyüyün götürürük. 32. Vururuq nəyə? Olmayan vuruğa. Bunun içərisində olmayan vuruq 3-dür də. 3-ə vururam, cavab olur 96. Deməli, 12-ci sualın cavabı 96 oldu. Digər suala baxaq. 13. A vur B deyəndə bu verilən ədədləri bir-birinə vurmalıyıq. Yəni, gördüyünüz kimi A bərabərdir uşaqlar. Bu dairənin içərisinə baxırsınız da. 2-nin kvadratı vur 5, vur 7, vur 13. Sonra B nəyə bərabərdir? 2 vur 3 vur 5-in kvadratı vur 7-nin kvadratı vur 13. Düzdür? Bunların hasili nə olacaq? Çünki bu sürətə bir dənə fikir verin. A vur B'dir. Hasili 2-nin kubu vur 3 vur 5-in kubu vur 7-nin kubu vur 13-ün kvadratı. A vur B budur. Əbubu isə hər ikisində ortaq olan 2 var. Hər ikisində ortaq olan 5 var, 7 var və 13 var. Biz bunları bölsək, 2-nin kvadratı qalır, vur 3 qalır. Bunları bölsək, 5-in kvadratı, vur 7-nin kvadratı, vur 13. Hətta bunların başında da kvadrat yazılıb. Çünki əbobun kvadratıdır axı. Biz bunları onda nə edəcəyik? Kvadrata yüksəldəcəyik. Hamısının kvadratı. Kvadrata yüksəlsən bunlar gedər. Sonra burada bir dənə 2 qalır. Bir dənə 3 qalır. Bir dənə 5 qalır. 7-dən də bir dənə qalır. 13 isə qalmır. Onda cavab neçə olacaq? 3-ü 7-yə vururam. 21. Vururam 2-yə, vururam 5-ə. 210. Sualın cavabı olur 210. Bax, burada məxrəzdə əbobun kvadratı yazılıb. Heç ona fikir vermirik. Ona görə bunların başında nə olacaq? Kvadrat olacaq. Sonra 14-cü suala baxaq. Əbobu 441 verib. Birinci biz bu A və B-ni müəyyənləşdirək. Baxın, A və B-ni. A nəyə bərabərdir? A zolaqlıdır. Yəni 3-dür.
6. Bax, 3-dən 6 dənədir də ona görə. Vur. M üstü. Bax, M-dən neçə dənədir? 2 dənədir. 2. B nəyə bərabərdir? 3-dən burada qara nöqtələr 2 dənə. Vur. M-dən 7 dənə. Əbəb deyəndə hər ikisində ortaq olan götürürdük. Hər ikisində ortaq olan 3-dən 2 dənə. M-dən də 2 dənədir. M hərfinin 2 dənə bərabər 441. Neynəyəcəyik? 441-i böləcəyik 3-ün kvadratı olan 9-a 49 eləyir. M kvadratı 49-dur. M neçədir? Nəyin kvadratı 49 olur? 7-nin. Cavab olur 7. Sonra baxaq 15-ci suala. 15-ci sualda bu suala oxşuyur. Deməli, yenə A-nı, B-ni, C-ni müəyyənləşdirək. A bərabərdir. Baxın, A zolaqlılar 3 üstü 6 vurulsun. 7 üstü baxırıq neçə olur? 3. Sonra B bərabərdir. Bir dənə baxaq B-yə. Qara nöqtəlilər 3 üstü 4 vur. 7 üstü 7. Sonra C isə kərpic kimi 3 üstü 5 vur. 7 üstü 6. Yazılıb ki, əkob AB. A və B-nin əkobunu tapanda A və B-də 3-dən 7-dən ən çox neçədirsə onu yazırıq. 3 üstü 6 vur. 7 üstü 7. Əbob isə B ilə C-nin əbobunu soruşduğuna görə biz B ilə C-də 3-dən ən az, 7-dən ən az ortaq nə qədərdir onu yazmalıyıq. 3-dən ən az 4 dənədir, 7-dən də ən az 6 dənədir. Böləndə üstlər çıxılır. 6 dənə 3-dən 4 dənə 3-ü çıxanda 3 üstü 2 qalır. 7 üstü 1. Yəni 9 vur 7 olur. 63. 3-ün kvadratı axı 9 olur ona görə. Sonra baxaq digər sual 16-cı suala. 16-cı sualda A gördüyünüz kimi 3K, B isə 4K-nın işarə eləsək. Çünki A-nın B-yə nisbəti yazılıb ki, baxın 3-ün 4-ə nisbəti. A bərabər 3K, B bərabər 4K. Əkob AB çıx əbob AB 88 qeyd olunubdur. Bunların əkobu 12K-ya, əbobu isə K-ya bərabərdir 88. K-da tapmaq üçün 88-i böləcəyik 11-ə. Edir 8. Və A üstəgəl B-ni soruşduğuna görə 3K ilə 4K-nı cəmləyəndə 7K olur. Biz 7-ni də götürüb neynəyəcəyik? 8-ə vururuq. 56. Sualın cavabı 56 oldu. Sonra baxaq 17-ci suala.